Gəldi müəllim. Əla. Gəldi müəllim. Əla. Gəlin bir-bir oxuyaq. Suallar oxuyaq. Yaşar müəllim, ilk sual sizə. Bəli, müəllim. Oxuyun. Birinci sualı siz oxuyun, cavab verək. İzah eləyin. Şagird hərəkətlərin sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında məlumat verir. Aha. Müəllim şagirdlərə hansı məzmun xəttini formalaşdırır? Aha. Mənəvi iradi xüsusiyyətlər, hərəkət bacarıq vərdişlər, informasiya təminatı, nəzəri biliklər, hərəkət qabiliyyətlər vasitələr orqanizm haqqında məlumat verir. Müəllim, informasiya təminatı və nəzəri biliklər. Bəli, məlumatdan söhbət gedir, doğru, qəşəng. İkinci sualda siz oxuyun, Yaşar müəllim. Olar. Yaş qruplarının müvafiq hərəkət qabiliyyətlərini nümayiş etdirir. Aha. Müəllim şagirdlərdə məzmun xəttini formalaşdırır. Hamısını hərəkət qabiliyyətlər, hərəkət bacarıq və vərdişlər, mənəvi iradi xüsusiyyətlər, informasiya təminatı, nəzəri biliklər. Yaş qruplarına müvafiq hərəkət qabiliyyətləri nümayiş etdirir. Müəllim, burada informasiya, mənəvi iradi xüsusiyyətlər deyil. Deməli, nümayiş etdirirsə, müəllim, burada yəqin ki, hərəkət qabiliyyətlərdən söhbət gedir də. Aha. Nümayiş etdirirsə hərəkət qabiliyyətlərdən söhbət gedir. Amma dediyim kimi, nümayiş etdirir sözünü konkret olaraq açar söz kimi saxlamayaq. Əvvəlki sözlər deyir ki, mənəvi iradi xüsusiyyətlərdən başqa cür. Bəli, deyir ki, yaş qrupuna müvafiq hərəkət qabiliyyət nümayiş etdirir. Məsələn, 5-ci sinifdə 5-ci qrup sinifə uyğun, 9-cu sinifdə 9-cu sinifə uyğun hərəkət qabiliyyəti nümayiş etdirir. Bu hərəkət qabiliyyəti, yəni demək ki, bu adam bu şagird hərəkət qabiliyyətlə yiyələnib və bunu nümayiş etdirir. 9-cu sinifdə dediyim kimi. Məsələn, müəllim, üzr istəyirəm, mənəvi iradi xüsusiyyətlərdə belə olardı. Məsələn, yoldaşları ilə məsələn, davranışı nümayiş etdirir, yaxşı davranışı nümayiş etdirir. Mənəvi iradi xüsusiyyətlərdə. Bəli, əla. Üçüncü sual acaba o müəllim oxusun. Oxuya bilirik müəllim? Oxuyum. Əli hərəkət fəaliyyət zamanı potensialını tam reallaşdırmağa səy göstərir. Qeyri-doğrulanan fikri məzmun xəttinə uyğunlaşdırır. Mənəvi iradi xüsusiyyətlər, hərəkət, bacarıq və vərdişlər, hamısı, informasiya təminatı və nəzəri biliklər, hərəkət qabiliyyətlər. Aha. Deməli, burada əli hərəkət fəaliyyət zamanı potensialını tam reallaşdırmağa səy göstərir. Aha. Nə var burada müəllim? Baxın, düzdür, icra var. Deyək ki, icra eləyir. Başlayır. Fəaliyyət var da icra eləyir. Amma sual bizdən başqa şey tələb eləyir. Sual bizə başqa işarə verir. Nə deyirsən? Sual bizdən düşüncə tələb eləyir. Sual belə deyək ki, şagird düşünür ki, tam eləyəcəm, səy göstərir. Cəsarətlilik var şagirddə. Mübarizlik var. A variantını götürürəm burada, A variantını. Bəli, mənəvi xüsusiyyətlər. Daha doğrusu mən onu yazmışam, A variantı. Əla. Bir cəsarətlilik var şagirdin içində, bir inam hissi var şagirddə. Potensialını tam reallaşdırmağa göstərir. Bəli. Dördüncü sualda oxuyaq müəllim. Özünün təqdir edici fəaliyyətini yoldaşının fəaliyyəti ilə uzlaşdırır. Nəzərdə tutulan məzmun xətti hansıdır? Burada da E variantı seçmişəm. Da bilmirəm. D variantı. Bəlkə səhv eləmişəm. Hansı variant? Mənəvi iradi xüsusiyyətlər. B variantı deyir müəllim. Y variantında mənəvi iradi xüsusiyyətlər doğrudur. Doğru seçmisiniz. Onda düz yoldaşlarından söhbət gedir də müəllim. Bəli, yoldaşları ilə. Yenə deyirəm, burada da düşüncədən söhbət gedir. Təqdir edici fəaliyyəti, bəli, yoldaşın fəaliyyətindən uzlaşdırır. Əla. Tural müəllim idi, digər müəllimimiz buradadır, Tural müəllim. Bəli. Tural müəllim 5-i biz oxumuşuq, amma oxuyun, digər müəllimlər də izah başa düşsünlər. Şagird oyun şəraitində mübarizlik və cəsarət nümayiş etdirir. Nəzərdə tutulan məzmun xəttini göstərin. Cəsarət və nümayiş burada mənəvi iradi xüsusiyyətlər idi müəllim. Bəli, cəsarət nümayiş elətdirir, mübarizlik nümayiş elətdirir, mənəvi iradi xüsusiyyətlər formalaşıb. Əla.
6. Sabit orqanizmin funksional vəziyyətinə nəzarət və ilk tibbi yardım bacarığı nümayiş etdirir. Burada işə nümayiş etdirirsə hərəki qabiliyyətdən söhbət gedir də. Aha. A variant idi. İndi bu hərəki qabiliyyət deyəkmi bu nümayiş etdirilənlə bağlı? İlk tibbi yardım bacarığı. Mən deyini seçim ki. Hərəki bacarıq və vərdişdir. Hərəki bacarıq və vərdişdir. Bəli, hərəki bacarıq və vərdişdir. İlk tibbi yardım bacarığını göstərir, nümayiş eləyir, ilk tibbi yardım icra edir və s. Bəli. Aha. Aha. 7. Davam edilmədi. Elin, üçün oxuyun. Fiziki hazırlığını artırmaq üçün müxtəlif təyinatlı hərəkətləri Aha. əlverişli üsulla icra edir. Fiziki hazırlığını artırmaq üçün müxtəlif təyinatlı hərəkətləri əlverişli üsulla icra edir. A variantı hamısı mənəvi iradi xüsusiyyətlər, C hərəki bacarıq və vərdişlər, D hərəki qabiliyyətlər, Y informasiya təminatı. Burada isə mən Aha. icra edir varsa hərəki qabiliyyət D variantıdır. Yox, icra edir varsa dedik ki, bu ikinci məzmun xəttimizdir. Bacarıq vərdişlərdir. Bacarıq. Bəli, ikinci məzmun xətti. Hərəki bacarıq və vərdişlər elementləri icra edir, Hərəki əlverişli bacarıq. üsullarla icra edir. Edir. Şagirdlər hərəki qabiliyyətləri planlı şəkildə yerinə yetirir. Aha. Nəzərdə tutulan məzmun xətti hansıdır? Aha. Planlı yerinə yetirirlər. Hərəki qabiliyyətləri. Hərəki qabiliyyətlər, bəli. Burada planlı şəkildə icra edilirsə, hərəki qabiliyyətlər. Qabiliyyətlərini yerinə yetirirlər. Yaşar müəllim 9-cu sualı siz oxuyun. Hansı idi o? Oldu. Ekran niyə getdi? Baş. Hə. Gəldim. Hə. Etik hüquqi mənəvi normaları dəyərləndirir. Hansı məzmun xətti öz əksini tapıb? Müəllim A variantıdır. Bəli. Mənəvi iradi xüsusiyyət. Çünki burada etik hüquqi mənəvi normaları dəyərləndirməkdən söhbət gedir. Doğru, qəşəng. Dəyərləndirmədən söhbət edir. Bəli. 10-cu sual. Şagird paralel qollarda hərəkətləri nümayiş etdirir. Nəzərdə tutulan məzmun xətti hansıdır? Mənim səhv eləmirəmsə burada deməli nümayiş etdirir. Bu hərəki bacarıq vərdişlərdir. Niyə? Niyə Yox, hərəkət? yox müəllim, hərəki qabiliyyətlərdir. Paralel qollarda. Hərəki qabiliyyətini nümayiş elətdirir. Paralel qolda çıxıb, necə deyirlər, belə Loreldə kobud desək, hoqqa verir orada, hərəki paralel qollarda. Hərəki qabiliyyətini nümayiş elətdirir də belə. Aha, əla. Aydındır, başa düşdüm. Elə o paralel qolları yadıma düşən kimi bildim elə. Amma desək, paralel qolda hansısa bir elementi icra eləyir. Bunu belə desəydə, onda deyər ki, bu hərəki bacarıqdır. Yəni, bacarığını göstərir. Hansısa bir elementi icra eləyir. Amma artıq paralel qolda bir elementlər nümayiş elətdirir. Bu qabiliyyət kimi formalaşıb da belə deyək. İcra edəndə hərəki bacarıq vərdişlərdir, icra edir. Aha, bəli. Nümayiş etdirəndə isə hərəki qabiliyyətlərdir. Bəli. Hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpa edici vasitələrdən istifadəni izah edir. Müəllim, söz, izah üsulu, video üsulu hamısı informasiya təminatına bağlıdır. Bəli, informasiya təminatı nəzər bildirə aiddir. Çünki yəni biz şagirdlərə bunları demişik, şagird onu indi bizə qaytarır. Yəni bunları izah edir ki, bunları bilirəm və s. Yəni şagird məlumatlıdır, informasiyalı olmasından söhbət gedir. 12-ci suala cavab müəllim olsun. Şagird funksional göstəricilərə əsasən orqanizmə nəzarəti həyata keçirir və ilk tibbi yardım göstərir. Bəli. Göstərilən məzmun xəttindən biri doğrudur. Burada hərəki bacarıq və vərdişlər olar. Bəli, hərəki bacarıq vərdişdir. İlk tibbi yardımı göstərir. Yəni bir elementi icra eləyir.
Doğrudur. Yəni şagirdə öyrətmisiniz müəllim, siz şagirdə öyrətmisiniz ki, tibbi yardımı məsələn bu formada edəcəksiniz, şagird də onu göstərir ki, yəni icra eləyir ki, bəli. Göstərir. Aha. Əla. 13. Hərəkətlərin tənəffüs və qan-damar sisteminə təsiri haqqında məlumat verir. Nəzərdə tutulan məzmun xəttini göstərir. Bunu mənim bir an vurun, davam etsə gəlsin artıq. Aha. 13 idi. 13 idi. Bir A variantında hərəkət qabiliyyətlər idi. Hərəkət qabiliyyəti olaraq qan damar sistemi haqqında məlumat verir. Hə. Söhbət haqqında 13-də deməli informasiya təminatı və nəzəri bitkilər. Bəli, Məncə- informasiyadan söhbət Bunu gedir, yazdım. məlumat verir. Əla. 14-də də baxaq. Məlumat verir. 14-də şagird müxtəlif idman növlərinə aid hərəkətləri əlverişli üsullar ilə yerinə yetirir. Hansı məzmun xətti öz əksini tapır. Deməli, burada da məncə hərəkət qabiliyyətlər. Əlverişli üsullarla yerinə yetirir, icra eləyir. İcra edir. Hacıva müəllim icra eləyir, yerinə yetirir. Onda səhv yazım. Hərəkət bazarı vərdişlər. Bəli, hərəkət bacarıq və vərdişlərini nəzərdə tutur. Hərəkətləri əlverişli üsullarla yerinə yetirir. Vərdişlər. Aha. 15-i Tural müəllim, siz baxın. Evet. Şagirdlər basketbol topunun səbətə atılmasını 2 addımla yerinə yetirir. Müəllim şagirdlərdə hansı məzmun xəttini formalaşdırır? Burada müəllim A variantı idi, hərəkət bacarıq və vərdişlər. Bəli, hərəkət bacarıq vərdiş. Doğru. Konkret bir element var, bu elementin icra texnikasını yiyələniblər, onu icra edirlər. Aha. Şagirdlər futbol oyununda meydançanın müxtəlif yerlərindən qapıya zərbələr nümayiş etdirirlər. Şagirdlərdə hansı məzmun xətti reallaşır? Aha. Burada da hərəkət bacarıq və vərdişlər D variantı idi müəllim. Yox, niyə artıq burada deyir ki, meydançanın müxtəlif Aha. yerlərindən qapıya Müxtəlif zərbələr yerlərdən. nümayiş elətdirirlər. Hərəkət qabiliyyətlər. D variantı. Qabiliyyətlərini göstərirlər, bəli. Qabiliyyətlərini nümayiş elətdirirlər. Biraz mənim saçdan o bir yerdən istiqamətdən vurması oldu. Yəni maneələrlə falan olsaydı biraz artıq buna görə şey olardı. Biraz Müxtəlif yerlərdən qapıya zərbələr nümayiş elətdirirlər. şagirdlər sıra hərəkətləri zamanı sağa və sola dönmələrə düzgün əməl edirlər. Aha. Nəzərdə tutulan məzmun xəttin hansıdır? Hə. Vərdiş demək, hərəkət bacarıq və vərdişlər A Bəli, variantı. hərəkət bacarıq vərdiş çox doğru. Sıra hərəkət elementləri və s. düzgün icra eləyirlər. Doğru.